Birinci budur ki, 7 qari və digər qarilər arasında olan ixtilafın illəti, yəni bu müxtəlif fikirlərin səbəbi budur ki, müxtəlif məntəqələrə göndərilmiş ki, o Quranı oxumuşuq bunu az-çox. Məntəqə göndərilmiş ki, müxtəlif məntəqə göndərilmiş ki, müshəflər hər bir ərəb məntəqəsinin cəmaət əhalisi özlərinə xas ləhcəni oxuyurdular. O üçün ortaya çıxmış nə? Bu qiraətlər. Nə olsun çıxıb? 3 şərtə cavab verməsə qəbul deyil. O qədər zəhmət gedəcək heç nəyə. Sonra ona görə digərlər burada insan həm eşitmə yolu ilə o qiraəti əldə eləsin, həm də mənbə ünvanı. Bunlar harda qeyd olunur. Sonra Zərqani ikinin dəlil ünvanını qeyd edir ki, İslam dinin əvvəlində olan alimlər ümumiyyətlədir Quranda hərəkə, i'rab var ha, hərəkələr. Onun qoymanın əleyhinə idilər. İslam dinin ilk çağlarında olan alimlər məsləhət bilmirdilər, məkruh bilirdilər, bəyənilməyən bilirdilər ki, hərflərdə hərəkə olsun. Üçün Osmanlı dövründə olmamış xətt nöqtələr, dəlim xəttlər, hərəkələr. O üçün də istəmirlər o müqəddəslik itməsin. Necə Osman yazıbsa, hələ elə də qalsın ta əsrlərə boyu hamı onu istifadə eləsin. Amma deyib ortaya çıxırdı nə kimi problem? İslam aləmi inkişaf edirdi, ərəb olmayanlar İslam dininə gəlirdilər, ərəb olmayanlar üçün oxumaqla çətin idi. Məcbur orada nə edirdilər? Hərflərə nöqtə və hərəkə qoydular. Və digər dəlil var burada. 7 qari ki vardı, 7 qarinin ravilərinin etibarlılığı barəsində. 7 dənə qari yoxdur, oxumuşuq da. 7 qari əsaslar, 3 dənə əlavə, 4 dənə isə məşhur olmayan. Bir bax bu 3-ə əlavə demirəm, 4 dənə etibarlı olmayan demirəm, zəifləri. Bu 7 qari var, bu 7 dənə qari, filan kəsi. Hər bir qarində oxumuşuq, hər bir qarində 2 dənə rəvayətçi vardı. Bu deyir və bu da əsaslanır filankəs raviyə ki, bu ravilər mənə deyiblər ki, Peyğəmbər belə oxuyub. Bir bax, bu ravilər var ha, bu ravilər. Nə qədər etibar insanlardır? Məncə 7 dənə qarinin hər birinin, özünə işimiz yoxdur qarilərin. 7 qarinin hər birinin raviləri etibar insanlardır. Etibar insanlardırsa, bəs nəzir ortaya fərqli qiraətlər çıxır? Yəni Peyğəmbər 2 cür oxuyub, yox əgər deyək Peyğəmbər 2 cür oxuyub deyə 2 cürə bizə məlumat gəlib, onda Peyğəmbərin 2 cürə oxunmasının hanı mənbələri? Biz bildik də, məsələn, Əlhəmdu oxuyub. Demirsən, filan ravi də bu qariyə deyib ki, Əlhəmdi həmçinin oxumaq olar. Peyğəmbər harda Əlhəmdi oxuyub? Misal, qarnı qalmasın. Digər problem də bu deyil. Bir dənə problem bu idi ki, bu 4-cü səbəb ortaya çıxdı ixtilaflar və bu fərqli nəzəriyyələr ki, niyə məsələn 7 qarinin hamısını qəbul eləmirlər, dediyi filan və 4-cü budur ki, qarilərin hamısı ravisi etibarlı olmaya bilər. Burada hətta misal vurub, məsələn, Asimin bir ravisi vardı. Asimin bir ravisi kim idi? Həfs. Oxumuşuq da. Asimin bir ravisi vardı, deməli, Həfs-i Dövəri deyirlər, Həfs-i Dövəri. Deyir, bəziləri bunu, deyirlər ki, bunun hədisləri zəifdir. O üçün biz bu qəbul eləmərik. Asimlə Həfs-i rivayətini qəbul eləyək. Amma Asimlə bu Dövərinin, ki, Həfs bir ravi və bir deyək, Dövəri, Həfs bir ravi, Dövəri ikinci ravidir, Həfsi qəbul eləyək. Amma Dövəri qəbul etmək, çünki Dövərin deyir, verdiyi məlumatlar bir zəifdir nəsə, ürəyaçan deyil. Və 4-cü dəlil, vaxtımızda var. Peyğəmbərdən, bu oxunuş stilinin, bu oxunuş formasının Peyğəmbərdən bizə gəlib çatılması barəsində dəqiqliyimiz yoxdur. Dəqiq əlimizdə faktlar yoxdur ki, Peyğəmbər həqiqətən belə oxuyub. Əvvəl demişəm, biz qul deyilik ki, hələ hər şey çox-çoğuna qəbul eləyək. Filan şey filan oldu, filan məsələ filan oldu, filan şey dedi, filan ölkə filan, filan məşkə filan deyir. Yox, deyirlər. Və sən görürsən də, amma hər gördüyümüz, üstəlik hər eşitdiyimiz həqiqət deyil. Qanuna əsasən
Peyğəmbərdən filan qiraətlərin sadir, yəni baş verməsindən sübut var ki, Peyğəmbər cahlə gəp elə oxuyub. Bizim əlimizdə faktlar var ki, Peyğəmbər hamısını oxumayıb. Peyğəmbər bir dənə ona, bir Allah mənbə, bir mənbə o Allahdan, bir növ Quran və bir növ qiraət gəlibsə, ona Peyğəmbər hamısını fərqli necə oxuya bilər? Bir halda ki, ona əmr olub ki, sən nazil olan kimi oxuy. Peyğəmbər niyə başqa cür oxusun? Əgər başqa cür oxuyubsa, bunun sübutu hardadır?